Ata-babadan qalma adətlərimizdən biri də toydur. Hər bir qız anası qızına yaxşı oğlan, Qızım, qızım, ay qızım, qızım, səni verim al verçiyəm. Oğlan anası isə ailəsinə yaraşan qız arzulayır. Tapsam ürəkdən sevəcəm, yaxşı qız axtarıram. Tapmasam subay öləcəm, yaxşı qız axtarıram. Və budur, toy olur. Llegó el momento que las murallas va a comenzar la única. Və əsl günlər elə bundan sonra başlayır. Birinci gün qızım deyə müraciətdən sonra növbəti günlər bu ad müxtəlif adlarla əvəz olunur. Mən sənin üçün o qaynanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harada qoydum, orada tutturmalıdır. Mən bu evin gərsiyəm. Ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalı. Qədimdən bugünə gəlin və qaynın arasında olan münasibət həmişə aktual məsələlərdən olub. Ümumiyyətlə, ailəyə yeni qədəm qoymuş gəlin haqqında fikirlər də müxtəlifdir. Gəlin görək ki, hər hərəsi necə fikirləşir. Gəlin evin nə idi? Dirəyidir. Gəlin evin gəlinidir. Gəlin evin nə idi? Süpürgəsi. Gəlin evi bəylə gəlin bir yerdə yaşayır da, evin yaraşıqı, evin işığı. Gəlin evin ailənin bir üzvü. Yəni o köhnə fikirlər ki vardı, süpürgə, nəmnə məsələsi. Onlar elə bir köhnəlik, belə o feodal təfəkküründən irəli gələn şeylər idi. Onlar köhnəlikdir. Gəlinidir, qızıdır. Əgər bir insan ki öz qızını istəyir, o gəlinə də hörmət etməyi bacarmalıdır. Gəlin evin əslində yəni qızı olmalıdır hər halda. Nə o da qaynanadan asılıdır məncə, mən hesab edirəm. Qızı. Допустим, bizə gəlinimiz, mən anam ki, qızından da artıqdır. Valla gəlin burada evin müvəqqəti qonağıdır da. 2 doğuşdan sonra qaydar ata evinə. Ailənin üzvüdür. Evin hər halda sakinidir, nə bilim. Yıxılan evin dirəyi. Gəlin evin hər halda süpürgəsi deyil, xanımıdır. Gəlin evin bəzəyi. Gəlin evi kraliçasıdır bir sözlə. Yaxşı, gəlin evin qaynanalara görə gəlin evin süpürgəsidir. Yəni ki, harada qoydu, orada qalmalıdır. Bizə görə isə nə istəsə elədir, nə istəsə eləməlidir gəlin. Get, qal. Amma mənə görə isə qaynana özü üçün danışır boş-boş. Sonra qaynana tozlarını sorar da pis deyil. Qaynana da tozlu da demək olar ki, amma baxanda mən çıxacaqlar. Oldu. Sonda isə mənə qalanında gəlin evin çırağıdır. Orxan, sən necə fikirləşsən? Razılaşırsan məndən?